Hansı müğənni, buradan da seçə bilərsiniz. Elə buradan seçmək daha doğru olar. Tarixdə qalmayacaq. Şouda qalacaq, pul qazanacaq ömrünün sonuna kimi, yeyəcək, içəcək, kef edəcək. Amma tarixdə izi qalmayacaq. Sənət baxımından nəfəs heç vaxt bu sənətdə qalmayacaq. Heç vaxt tarixdə qalmayacaq. Amma nəfəsdə mən deyirəm bəzən, məndən inciyirlər, məndən heç kəs inciməsin, mənim nəfəslə heç bir konfliktim yoxdur. Heç bəlkə mən də heç bir ifanla, bir sənətimlə yadda qalmayacam, ancaq qazilərlə, şəhid ailələrinin yanında olmaqla reklama ayrılmalıyıq, yəni, bunu özümə də deyirəm, ha. Bəlkə mən də qalmayacam, amma nəfəs də qalmayacaq da, bacı, buna görə məni vurub öldürəcəksiniz. Nəfəsin elə bir əsəri, elə bir ifası, elə bir yadda qalan qırtlağı, boğazı, ürəyi yoxdur. Anladım. Nərmin, qısa fikrini alım. Gözəl səhnəni ələ ala bilir bugünkü gündə. Nərmin, reklama ayrılırıq. Çox qısa mən bir seçim eləməliyəm deyə çox mahnılarını bilmədiyim üçün Ülviyə xanımı seçirəm. Ülviyə Namazova mı düşünürsən yəni, o qədər işlədiyim, yadımda qalan mahnıları olmadığı üçün. Sənətçilərdən hansı qalmaqalla gündəmdədir? Sənət qalıb kənarda, gündəmi qalmaqalları ilə zəbt edib. Yığın. Sənəti var. Sənəti var. Sənəti var. Amma çox qalmaqallarda olub Şəbnəm Tovuzlu. Amma sənəti də var. Bir də bu yaxınlarda Arzu xanım. O da çox gözəl ifaçıdır. O da bu yaxınlarda qalmaqalla gündəm olmuşdu. Gündəmi zəbt edib deyirsiniz. Sənət qalıb kənarda, elə qalmaqallarla... Yox, sənət qalıb kənarda deməyək. Mən biraz... dediyim sözü pişirib ağzımdan çıxardıram, sənət kənarda qalmayıb. İnsan var ki, məcburən o qalmaqala girmək məcburiyyətindədir. Bəs yalandan qalmaqal edən kimdir? Yalandan qalmaqal edən, süni olmayan yerdən ot çıxardan, monitora da baxa bilərsə hal-hazırda. Biraz emosionaldır Pünhan. Kim? Pünhan biraz emosionaldır. Pünhan Piriyev. Biraz emosionaldır, hə. Onun qalmaqallarını süni mi hesab edirsə, o indi bizi efirə zəng elədi, bir qışqır bağırsa. Süni deyil, amma ki bir balaca insan öz emosiyasına sahib çıxmağı bacarır da. Yəni eləyə bilərdi ki, biraz yumuşaqcasına, biraz centlmencəsinə cavab versin. Hə, onun belə səsli, kirli, biraz da emosiya qatdı. Cəmaat da gündəmi zəbt etdi. Bax, gör Pünhan nə dedi Ülviyəyə, bax Pünhan nətər qışqırdı. Nərmin, sənin fikrin maraqlıdır. Mən ümumiyyətlə efirdə qalmaqalın həddi var da, buna çox fikir verirəm. Çünki özünüz də bilirsiniz ki, mən də efirlərdə olmuşam. Pünhan qalmaqalları çox görürəm. Biraz da efirə uyğun olmayan qalmaqallarını çox... Efirə yaraşmayan. Hə, məncə efirə yaraşmayan. Hansı müğənni oxumasa qəbahət deyil. Yəni, oxumadı əzizim, özün üçün dincəl, istirahət et. Hansı müğənni oxumasa qəbahət deyil. Məncə Əlimir Əliyev. Sən olmazsan da şou biznesdə boşluq olmayacaq. Kimdir sizcə? Əslində Əlimir Əliyev son zamanlar oxumur da, yəni bir musiqiləri yoxdur. Əlimir Əliyev. Ən çox qalmaqalları ilə öndədir. Əlimir Əliyev olmasa da şou biznesdə boşluq olmaz. Müğənnilərin az vaxtına düşüb. Biraz onda oxuyanlar az idi da. Boşluğa düşüb oxuyub mu Əlimir Əliyev? Allah! Sən demirəm, yaşı böyükdür. Bir mahnısı ilə tanıyıram mən Əli bəyi. Hansı mahnısı ilə? Yaraşaydın. Başqa ifasını bilmirəm. Amma insan olaraq pis insan deyil. Biraz emosionaldır. Yəni o bugünkü gündən söhbət gedir. Bəlkə də keçmiş zamanda oxumasaydı boşluq ola bilər. Bugünkü zamanda Əlimir Əliyevin daha çox böyük kimi sözlərinə ehtiyacımız var. Gözəl redaktə etdim. Sizcə müğənnilərdən, bu siyahıda olan müğənnilərdən hansının sənəti olduğundan daha çox şişirdilib? Demirik sənəti yoxdur. Amma PR gücünəmi, bilmirəm. Özünə görə sənəti var. Böyükdür, dəyərlidir, sözü də, özü də. Amma Əlimir Əliyevin sənəti çox-çox şişirdilib. Şişirdilib. Aşırı dərəcədə şişirdilib. Yəni, o yüksəklikdə sənətkar deyil, amma öz sözünü vaxtınken bir neçə sənət camiyyəsində
demiş ifaçılardandır. Nəfəsin sənəti çox şirdilib. Nəfəsin sənəti şirdilməyib, baxın, nəfəsin gündəm olması onun gözəlliyidir, şirinliyidir, rəqsləridir, çox gözəldir. Nəfəs bir gözəl xanım kimi yaddaşlarda qalacaq ifaçıdır. Amma sənəti şirdilməyib, baxın, kim deyib ki, gözəl sənətkardır, ifa eləyir, onu heç kəs bilmir, baxın, özünə məxsus səsi var, gözəl səsi var, Hind boğazları var, yumuşaq, yəni belə mülayim səsə sahibdir. Yəni balaca səsi var da, elə də böyük səsi yoxdur xanım. Reklamı güclüdür düşünürsən. Hə, reklamı güclüdür və yəni sənətini böyük olaraq göstərir, amma səsi azdır mən deyərdim. Yəni düzün də ən varlısı sizcə kimdir? Ən çox pul qazananı? Varlı görünənlər var. Varlı görünənlər var. Aha, kimlərdir varlı görünənlər? Elədəsində digər sualım buna bənzər bir sualdır. Kimdir sizə görə bunların arasında varlı görünənlər? Sferada valla belə milyonçu müğənnilər yoxdur. Aydın məsələdir. Biri məsələn başqasının villasını göstərir, deyir mənimdir. Əslində özü özünü aldadaraq yaşayır insan. Mən sahiblənmədiyim bir şeyi mən necə cəmiyyətə çıxardıb insanları aldada bilərəm? Özümü aldadıram axı ən birinci. Bu şəkillərin içində heç bir ifaçı varlı deyildir. Heç kim varlı deyil. Deyil. Biraz artıq pul qazana bilər. Şəbnəm Tovuzlu, Ülviyə Namazova da, Pünhan da. Amma hərəsinin özünə görə öhdəlikləri, problemləri, bu hər birimizə aiddir. Nərmin, varmı bir fikrin çox qısa? Mənim fikrimcə Şəbnəm xanım. Bu Ən siyahıda. varlı Hə, bu siyahıda düşündüyüm Şəbnəm xanım. Sizcə bu müğənnilərdən hansı sözün əsl mənasında xalqın artistidir? Əslində çətin sual deyil. Həyəcanlı məqamdır. Hər kəsin gözü məndə. Hər birinin özünə görə məxsus səsi var, sənət var. Amma sənətkar, xalqın əsl artisti. Tacir Şahmalıoğlu. Tacir Şahmalıoğlu. Digərlərindən Xanım Əsədovanın da böyük sənəti səsi var. Amma Tacir Şahmalıoğluna deyə bilərəm o sözü. Mənim fikrimcə Mətanət xanım. Mətanət Əsədova. Hə, sevirəm o xanımı. Digərlərindən fərqli olaraq. Bəli, bəli.